Ayan, denən görüm, amonimlərlə çoxmənalı sözlərin fərqləri hansılardır? Yəni, biz amonimlərlə çoxmənalı sözləri necə fərqləndiririk? Müəllimə, amonimləri həm eyni, həm də müxtəlif hissəsinə aid olur. Çoxmənalı sözləri isə ancaq eyni hissəsinə aid olurlar. İkinci qaydamız çoxmənalı sözlərdə əsas məna həqiqi, digər mənalar isə məcazi olur. Amma amonimlərin məna tayları isə ancaq həqiqi mənada olurlar. Düzdür. Üçüncü qaydamızda amonimlərin məna tayları müxtəlif mənaları ifadə edir. Amma çoxmənalı sözlərdə isə əsas məna ilə bağlılıq şərtdir. Ay, sağ ol, düzdür. Deməli, amonimlərlə çoxmənalı sözlərin fərqləri hansılardır? Birinci fərqi odur ki, amonimin məna tayları həm müxtəlif nitq hissəsi ola bilər, həm eyni. Amma çoxmənalı sözlərin məna tayları isə ancaq eyni nitq hissəsi olmalıdır. İkinci fərqi budur ki, amonimin məna tayları ancaq həqiqi olur, amma çoxmənalı sözlərdə isə əsas məna həqiqi, qalan mənalar isə məcazi olur. Üçüncü fərqi odur ki, amonimin məna tayları bir-birinə tamamilə fərqli mənalar ifadə eləyir. Yəni, bir-birindən əlaqəsi yoxdur bu mənaların. Amma çoxmənalı sözlərdə isə əsas məna ilə bağlılıq şərtdir.